Bu dəfəki izah verəcəyimiz test 2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən may ayında keçirilən 2-ci, 3-cü qruplar üzrə suallar olacaq. Birinci sualda Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət istiqamətində gördüyü tədbirlərə daxildir. Biz bu sualda əsas diqqət edəcəyimiz xüsusiyyət Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasi istiqaməti olmalıdır. Bir diqqət edək, çünki bu istiqamətlərə diqqət eləməsək səhv eləyə bilirik. Bakı Dövlət Universitetinin Bakı Universitetinin açılması bu Azərbaycan Xalq Cümhuriyyətinin mədəni tədbiridir. Ona görə burada A olmaz. Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbul edilməsi, vətəndaşlıq haqqında qanun xarici siyasət deyil, daxili siyasət olduğu üçün dövlət quruculuğudur, B olmaz. Qacarlar dövləti ilə dostluq müqaviləsinin bağlanması, bu əsasən xarici siyasi istiqamətdə gördüyü tədbir ola bilər. Ona görə doğru cavabımız bizim burada C bəndidir. Qarabağ General Qubernatorluğunun yaradılması daxili siyasətlə bağlıdır. Üçrəngli dövlət bayrağının qəbul edilməsi də dövlət quruculuğunun daxili siyasətlə bağlı olan xüsusiyyətləridir. Qısacası bunlar haqqında tarixlərini də qeyd eləsək daha yaxşı demək yadda qalmış olar. Bakı Universitetinin açılması 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin mədəni tədbiridir. Azərbaycan vətəndaşlığı haqqında qanun 1919-cu ildə qəbul olmuş avqust ayında dövlət quruculuğu tədbiridir. Qacarlar dövləti ilə dostluq müqaviləsinin imzalanması, sülh və dostluq haqqında müqavilənin imzalanması 1920-ci ilin mart ayındadır. 20-ci ilin mart ayında imzalanmışdır. Həm də Azərbaycan Xalq Cümhuriyyətini bu müqavilə əsasında de facto tanıyır Qacarlar dövləti. Tehranda Azərbaycanın səfirliyi və Təbrizdə konsulluğu açılır. Qarabağ General Qubernatorluğu açılıbdır 1900, daha doğrusu fəaliyyətə başlayıb 19-cu ilin yanvar ayında Xosrov bəy Sultanov rəhbəri olub. Qarabağda olan separatçı ermənilərə qarşı mübarizə məqsədindən yaradılmış bir qurum idi. Üç rəngli dövlət bayrağının qəbul edilməsi isə 1918-ci ilin demək ki, noyabr ayının 9-unda qəbul olunub. İkinci sualda komendant idarə üsulu dövründə müsəlman əyalətləri rəisliyinə tabe deyildi soruşulur. Komendant idarə üsulu dövründə Şimali Azərbaycan əsasən əyalətlərə, dairələrə və distansiyalara bölünürdü. Əyalətlər də iki qrupa bölünürdü. Onlardan biri hərbi dairə rəisliyi idi. Hərbi dairə rəisliyinə daxil olanlar deməli Bakı idi, bir də deməli Quba idi. Dərbənd onun mərkəzi idi. Müsəlman əyalətləri rəisliyinə isə mərkəzi deməli Şuşa olan demək Qarabağ əyaləti, ondan sonra Lənkəran əyaləti, Şirvan əyaləti və s. daxil idi. İndi burada soruşuruz ki, komendant idarə üsulu dövründə müsəlman əyalətləri rəisliyinə tabe deyildi. Müsəlman əyalətləri deməli rəisliyinə tabe olmayan burada deməli üçüncüdür. Yəni Quba bilirik ki, deməli daxil deyildi. Çünki o hərbi dairə rəisliyinə daxil idi. Ona görə doğru cavabımız bizim burada D bəndidir. Üçüncü sualda uyğunluğun müəyyən edilməsi tələbi qoyulur. Hadisə və nəticələr, hadisə və onların nəticələri tələb olunur. Doğru olsun. La-Manş boğazında döyüş. Bu döyüş bilirik ki, 1588-ci ildə İngiltərə ilə İspaniya arasında dənizlər uğrunda mübarizənin nəticəsində baş vermiş döyüş idi. Bu dövrdə İspaniyaya məxsus olan məğlubedilməz armada məğlub edilir. Ona görə burada uyğunluq gözlənilibdir. 1 doğrudur. 1-in olmadığı bəndləri ixtisar edirik ki, işimiz asanlaşsın. A və D bəndlərini biz buradan silə bildik. İngiltərədə çəpərləmələr hadisəsi kəndlərə torpaq verilməsi yox, əksinə kəndlərin torpaqlarından, kəndlərindən qovulub çıxarılması hadisələridir. Qoyunçuluğun inkişafı ilə bağlı olan xüsusiyyətdir. 2 burada yanlışdır. 2-nin
deməli olmadığı bəndi biz demək ki, daha doğrusu 2-nin olduğu bəndi biz çıxarırıq. Çünki bizim o doğru cavabımız demək ki olmayacaq. Ona görə burada 2 var deyə C getdi. Qaldı B ilə E bəndləri. Kresi döyüşü 100 illik müharibə dövründə İngiltərə ilə Fransa arasında olmuşdu. İngiltərənin qələbəsi ilə başa çatmışdı. Bu 1346-cı il döyüşüdür. Fransa ordusunun məğlub edilməsi doğrudur. Burada 3 bizim doğru cavabımızdır. 1 ilə 3-ün olmadığı deməli cavablar getdi. Bizim artıq doğru cavabımız burada B alındı. Amma digər variantlara da baxa bilərik. Məsələn, Frank imperiyasının parçalanması. Bu Verden müqaviləsi əsasında 843-cü ildə Frank imperiyası parçalandı. Qərbi Avropada feodal dağınıqlığı başlandı. Doğrudan da demək ki, İtaliya kimi, Fransa və Almaniya kimi gələcəkdə tanınan krallıqlar yaranacaq. Burada 4 də doğrudur. Onsuz da ki, biz artıq bu cavabı çıxartmışdıq. 4-cü səlib yürüşü 1204-cü ildə olmuşdu. Qüds şəhərinin ələ keçirilməsi deyildi. Bu əksinə Konstantinopolun da ələ keçirilməsi olmalıdır. Ona görə 5 burada doğru cavab deyil. 4-cü sual. Osmanlı hökmdarı 1-ci Muradın hakimiyyət dövrü üçün səciyyəvi idi. Osmanlı hökmdarı 1-ci Murad deməli 1362-ci ildən etibarən hakimiyyətdə olur. Deməli 1389-cu ilə qədər hakimiyyətdə olur. Osmanlı dövlətinin hökmdarı olur. Həm də bilirik ki, sultan titulunu qəbul edən ilk hökmdardır. Bolqarıstanın işğalının başa çatdırılması Niqbolu döyüşüdür. 1396-cı ildə bu İldırım Bəyazıtın hakimiyyət dövrüdür. Ona görə burada demək ki A olmaz. Ondan sonra Ədirnənin paytaxta çevrilməsi 1362-ci ildə Ədirnənin paytaxta çevrilir. Bilirik ki, əvvəlki paytaxt Bursa şəhəri idi. Orxan tərəfindən Bursa dövlətin paytaxtına çevrilmişdi, amma Sultan Murad artıq Ədirnənin paytaxtı demək ki, yeni paytaxtı Ədirnəyə köçürür. Bizim doğru cavabımız burada B bəndidir. Teymurilər dövləti ilə müharibə aparılması İldırım Bəyazıda aiddir. Bu müharibə deyəndə biz 1402-ci il döyüşündən bəhs edirik. Vəqf torpaq sahibliyinin yaradılması, vəqf torpaq sahibliyi Muradın dövrünə deyil, ərəblərin hakimiyyəti dövründən etibarən demək olar ki, artıq 7-ci əsrdən etibarən bir çox dövlətlərdə, müsəlman dövlətlərində bu dini torpaq mülkiyyət forması mövcuddur. Niqbolu döyüşündə qalib gəlməsi ilə Niqbolu döyüşü A bəndində olan 1396-cı ildə olan yenidən döyüş göstərilir. Bu da ki, yenə İldırım Bəyazıtın hakimiyyət dövrüdür. Yəni Sultan Muradla heç bir əlaqəsi yoxdur. Qutluq Bilgə Gül Xaqan və Alptəkinin fəaliyyətində oxşarlıq. Bu iki hökmdarın demək ki, oxşarlığı nə ola bilər? Qutluq Bilgə Gül Xaqan və Alptəkin erkən orta əsrlər dövrünün əsas demək ki, fiqurlarından biridir. Slavyan tayfalarına tabe etmişlər. Bu doğru deyil. Ölkəni Çin əsarətindən xilas etmişlər. Bu da doğru deyil. Birinci Göytürk dövləti ilə müttəfiq olmuşlar. İkisinin oxşar xüsusiyyəti deyil. Eftalitləri məğlubiyyətə uğratmışdılar. Bu da deyil. Yeni dövlətin əsasını qoymuşlar. Doğrudan da burada doğru cavab E bəndi saya bilərik. Çünki Qutluq Bilgə Gül Xaqan Uyğur dövlətinin qurucusudur. Alptəkin də Qəznəli dövlətinin qurucusudur. 6-cı sualda 20-ci əsrin 80-ci illərinə aiddir. Avropa İqtisadi Birliyinin yaranması deməli 1957-ci ildə Almaniya ilə Fransanın birlikdə yaratdığı bir demək ki, iqtisadi birlikdir. Bu 80-ci illərdə yox, 50-ci illərdədir. Ona görə A olmaz. Almaniyanın parçalanması, yəni Almaniya 1949-cu ildə iki yerə demək ki, parçalandı. Daha doğrusu deməli Soyuq müharibə dövrünün ilk böhranı hesab olunur. İşğal zonalarında
Fransa, Amerika Birləşmiş Ştatları və İngiltərənin işğal zonalarında Almaniya Federativ Respublikası yaradılır. SSR isə öz işğal zonasında Almaniya Demokratik Respublikasını yaradır. Bu da 40-cı illərin sonu olduğu üçün doğru cavabımız deyil. Falkland böhranının baş verməsi, Falkland böhranı İngiltərə ilə Argentina arasında baş verən Falkland adaları uğrunda mübarizənin nəticəsində olmuşdu. Bu da 1982-ci ildə olduğu üçün 20-ci əsrin 80-ci illərinə aiddir. Doğru cavabımız budur. ATƏM-in yaradılması 1975-ci ildə Helsinki zirvə toplantısında yaradılmışdı. Bu da 70-ci illərdir. Olmaz. Ulster probleminin yaranması isə 1968-ci ildə İrlandiya-İngiltərə münasibətlərinin gərginləşməsini göstərir. Bu da doğru cavab deyil. 7-ci tapşırıq Cənubi Azərbaycanda demokratik hərəkatın 45-ci il tarixinə aid olub-olmadığını soruşur. Daha doğrusu burada biz aid olmayanını tapmalıyıq. Çünki 45-ci il tarixinə aid deyil. Bildiyimiz kimi Cənubi Azərbaycanda azadlıq mübarizəsi 1941-45-ci illəri, 41-46-cı illəri əhatə edir. Bu dövrdə 3 yerə bölünürdü. 1941-ci ildən 45-ci ilin yayına qədər, 1945-ci ildən yayından 45-ci ilin dekabrından 12-sinə qədər milli hökumətin yaradılmasına qədər, bir də 1945-ci il dekabrın 12-sindən milli hökumətin süqutuna qədər, yəni 46-cı ilin 12 dekabrına qədər olan dövrə əhatə edir. Burada isə Cənubi Azərbaycanın 45-ci il tarixinə aid olmayan tapmalıyıq. Milli hökumətin yaradılması, milli hökumət bayaq dediyimiz kimi 1945-ci ilin 12 dekabrında yaradıldı, bir il fəaliyyət göstərdi. Ona görə bu aiddir, amma bizə isə aid olmayan lazımdır. Əmək haqqında qanunun qəbul edilməsi milli hökumətin 46-cı ildə gördüyü tədbirlərdən biridir. 2 doğrudur burada. Dil haqqında qanun da yenə 46-cı ildə görülmüş bir tədbirdir. Ona görə bizim doğru cavabımız 2-3-dür. Çünki milli hökumətin əsasən gördüyü tədbirlər dil haqqında qanun, əmək haqqında qanun, aqrar qanun qəbul olması, bir də Təbriz Universitetinin açılmasıdır. Bu 4 demək yadda qalan hadisənin 4-ü də 46-cı ilə aiddir. Ona görə doğru cavab burada D bəndidir. 8-ci sualda 13-cü əsrin ikinci yarısından fərqli olaraq, yəni 1250-1300 aralığında olan dövrdən fərqli olaraq, deməli, birinci yarısı Azərbaycan tarixi üçün səciyyəvidir. Qısacası 1201-dən 1250-ci ilə qədər olan dövrü biz tapmağa çalışacağıq. Burada 1. Yadellilərin hücumuna məruz qalması, əsasən yadellilərin hücumuna məruz qalması, biz Monqolların yürüşünü misal çəkə bilərik. Ondan sonra Cəlaləddin, Xarəmşah oğlu Cəlaləddinin yürüşlərini demək misal çəkə bilərik. İkinci yarısından fərqli olaraq birinci yarısını demək ki biz burada tapmalıyıq. Burada əsasən yadellilərin hücumuna məruz qalması çünki həm birinci yarısında olubdur, həm ikinci yarısında. Ona görə 1 olmaz. 1-in olduğu cavabları artıq biz yenə ixtisar eləyirik. Atabəylər dövlətinin süqut etməsi. Biz bilirik ki, Atabəylər dövləti Cəlaləddin Azərbaycana yürüşü zamanı süqut elədi 1225-ci ildə. Bu 13-cü əsrin birinci yarısıdır. Ona görə 2 doğru cavabdır. 2-nin olmadığı cavabı biz ixtisar eləsək, B və D bəndləri qalır. Yeni sülalənin hakimiyyətə gəlməsi, deməli, birinci yarısı və ikinci yarısına fərqli xüsusiyyət deyil. Ona görə biz bunu götürmürük. Gəncədə Usta Bəndərin başçılığı ilə üsyanın baş verməsi, bu 1231-ci ildə Cəlaləddinə qarşı Gəncədə sənətkar bəndərin üsyanı 13-cü əsrin birinci yarısına düşdüyü üçün bu da bizim doğru cavabımızdır. Onsuz da biz doğru cavabı artıq rahatlıqla tapa bildik. 2-4 doğrudur. 5. Xidmət müqavimində iqta torpaqlarının paylanması, bu həm 13-cü əsrin birinci yarısında, həm də ikinci yarısında olduğu üçün biz onu götürmürük. Doğru cavabımız bizim burada B bəndidir. 9-cu sual. Şirvanşah 3-cü Mənüçöhrün xarici siyasətdə etdiyi dəyişiklik. 3-cü Mənüçöhr
1120-ci ildən 1160-cı ilə qədər hakimiyyətdə olub. Üçüncü Mənsurun xarici siyasəti deyəndə ağlımıza gələn ilk iş Səlcuq türklərinin münasibətlərinin pozulması idi. Gürcü çarını 4-cü Davidin qızıyla evləndikdən sonra Səlcuqlarla münasibətlər korlanır. Daha doğrusu Gürcülərin təzyiqindən 3-cü Mənsur bu xarici siyasətdə dəyişiklik edir. İndi burada həmin o dəyişiklik soruşulur. A. Atabəy Şəmsəddin Eldənizlə Səlcuq türkləri əleyhinə ittifaq yaratmaqdan imtina etməsi belə bir şey həqiqətə uyğun deyil. B. Xəzər xaqanlığı ilə ittifaqdan imtina etməsi bu da doğru cavab deyil. Səlcuq türkləri ilə Gürcü çarına qarşı ittifaq bağlaması bu da deyil. Didqori döyüşündə Səlcuq türklərini dəstəkləməsi, Didqori döyüşü 1121-ci ildə Gürcülər tərəfindən Qıpçaq türkləri ilə birləşib Səlcuq türklərini məğlub edib Tiflis müsəlman əmirliyinə bir ildən son qoyurlar. Ona görə Şirvanşahlar burada iştirak eləmirdi. Səlcuq sultanına xərac ödəməyi dayandırması. Bu doğru cavabdır. Çünki hələ 1066-cı ildən etibarən Böyük Səlcuq sultanına 1-ci Fəribrüs tərəfindən göndərilən 40.000 xərac artıq İraq Səlcuq sultanlığı dövründə 3-cü Mənşur tərəfindən dayandırıldı. Ancaq Sultan Mahmud 1123-cü ildə yürüş etsə də o yürüş uğursuz oldu. 3-cü Mənşur bundan sonra xəracı ödəməməyə başladı. Düz ömrünün sonuna qədər də bu mövqeyini davam etdirəcək. 10-cu sualda uyğunluq pozulmuşdur soruşur. Böyük İpək yolunun salınmasına başlanmışdı Xan sülaləsinin dövründə. Biz bilirik ki, İpək yolunun salınmasına başlanıb eramızdan əvvəl 2-ci əsrdə. Xan sülaləsi də hakimiyyətdə olub eradan əvvəl 206-cı ildən bizim eranın təxminən 204-cü ilinə qədər olan müddətdə hakimiyyətdə olub. Bu da İpək yolunun salınması dövrünə uyğun gəldiyi üçün burada pozulan variant deyil. Yəni A bizə lazım deyil. Çində sarı sarıqlar üsyanı baş vermişdir Sin Şuxuandinin dövründə. Bu doğru deyil. Çünki Sin Şuxuandi eramızdan əvvəl 221-ci ildən hakimiyyətdədir. 206-cı ilə qədər Sin sülaləsinin hakimiyyətidir. Sarı sarıqlar üsyanı isə bizim eranın 184-cü ilindən 204-cü ilinə qədər Xan sülaləsinə qarşı baş vermişdir. Ona görə burada uyğunluq pozulubdur. Bizə lazım olan doğru cavab da məhz B bəndidir. Digər bəndlərə baxaq görək onlar niyə doğru deyil. Daha doğrusu doğrudurmu yoxsa Ari tayfaları Hindistana gəlmişdir eramızdan əvvəl 2-ci minillikdə bu doğrudur. D. Yunan Əhəməni müharibələri başlanmışdı 1-ci Daranın dövründə. Yunan Əhəməni müharibələri doğrudan da belə idi. Eramızdan əvvəl 500-cü ildən Yunan Əhəməni müharibələri başladı. 449-cu ilə qədər davam elədi. Bu da doğrudur. Böyük Hun İmparatorluğu 2 yerə parçalandı eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında. Bu da doğrudur. Yəni bizə doğru olmayan, pozulan variant lazım idi. O da B bəndini seçdik artıq. 11-ci sual. Şimali və Cənubi Azərbaycanın 1-ci Dünya müharibəsi illəri tarixinə ümumi cəhət. 1-ci Dünya müharibəsi dövrü bilirik ki 1914-cü ildən 1918-ci ilə qədər olan dövrü əhatə eləyir. İndi bizdə burada ortaq xüsusiyyət lazımdır. Şimali və Cənubi Azərbaycana. Milli hökumətin təşkil edilməsi. Milli hökumət Şimali Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətini nəzərdə tuturubsa, bu 1-ci Dünya müharibəsi dövrünə düşür. Ancaq Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında milli hökumət 1920-ci il 23 iyunda yarandığı üçün bu demək ki, ortaq xüsusiyyət deyil. SSR qoşunları tərəfindən hərbi müdaxiləyə məruz qalması bu doğru deyil. Çünki SSR 1922-də yaranıbdır. Yəni 1-ci Dünya müharibəsindən sonraki dövrdür. SSR qoşunları ancaq 2-ci Dünya müharibəsi dövründə Cənubi Azərbaycana yeridilibdir. Ona görə B doğru deyil. C. İlk siyasi partiya və təşkilatların yaranmağa başlaması. Biz bilirik ki, bu 20-ci əsrin əvvəllərində yaranmağa başlayıb, doğru deyil. D. Azərbaycan Demokratik Firqəsinin fəaliyyət göstərməsi. Azərbaycan Demokratik Firqəsi Cənubi Azərbaycanda fəaliyyət göstərib, Şimali Azərbaycanda bu yox idi, ona görə ümumi cəhət deyil. E. İngilis qoşunlarının ölkə arasında daxil olması bu doğru cavabdır. Niyə? Çünki İngilis qoşunları 1-ci Dünya müharibəsi dövründə Sentral Kaspia diktaturası tərəfindən
dəvət olunmuşdu. Denis Servinin başçılığı altında 1918-ci ilin avqustunda ilk dəfə demək ki, İngilis qoşunları gəlmişdilər 18-ci ilin avqustunda. Ancaq Qafqaz İslam Ordusuna qarşı döyüşməkdən çəkilib çıxıb getdilər. İkinci dəfə demək ki, 1918-ci ildə Mudros anlaşmasından sonra Osmanlı ordusunun yerinə gələn Thomson ordusudur noyabrda. Ancaq bu demək Dünya müharibəsi dövrünə düşmür. Ondan sonraki dövrə düşəcək. Cənubi Azərbaycana da bəli İngilis qoşunları ordu yeritmişdilər. Onsuz da ki, Qacarlar dövləti uzun müddətdən bəri idi ki, İngilislərin asılı dövlətinə çevrilmişdi. Sonraki 12-ci sualda Euler-Venn diaqramına əsasən uyğunluğun müəyyən edilməsi tələbi qoyulub. İbtidai quruluşu dövrünü əhatə edir. Bacarıqlı insan və ağıllı insana aid olan xüsusiyyətlər. Burada bir dənə Venn diaqramlarına diqqət edirik. Normalda bizim Venn diaqramlarımız əsasən ortaq cəhət 3 ortaya yazılır, amma burada isə 2 ortada verilib, amma bizim üçün fərqi yoxdur. Biz sadəcə olaraq doğru demək ki, cavabları doğru yerə yazmalıyıq. Deməli burada alt paleolit dövründə yaşamışdır, bacarıqlı insana aiddir. A getdi 1-ə. Rabitəli nitqə malik deyildi. Bu biraz çaşdırıcıdır az qala. Deməli, bacarıqlı insana aiddir bu. Yəni ki, rabitəli nitqə malik deyildi. Bu B getdi 1-ə. Oddan istifadə etməyə bacarmışdır. Hər ikisi bacarıqlı insan düzdür. Alt paleolit dövründə təbii yolla odu əldə edə bilmişdi və süni yolla da odu orta paleolit dövründə əldə etmişdi. Ağıllı insan da oddan istifadə edə bilirdi. Ona görə bu ortaq xüsusiyyətdir, ikisinə də aiddir. Heyvanları əhəlləşdirməyə başlayan ağıllı insandır mezolit dövründən etibarən. Bu bura getdi. Toxuculuq və duluzçuluqla məşğul olması, toxuculuq və duluzçuluqla məşğul olan ağıllı insana aid olacaq. Deməli, bizim doğru cavabımız 1AB, 1AB, 2C, 3D, yəni A bəndi doğru cavabımızdır. 13-cü sual. Babur Şahdan fərqli olaraq Əmir Teymur. Demək, yeni dövlətin əsasını qoyub, həm Babur, deməli, 1526-cı ildə yeni dövlətin əsasını qoyub, Teymur 1370-ci ildə Teymuri dövlətin əsasını qoyub. Bu oxşardır, amma bizə fərqli lazımdır. Daha çox Baburdan fərqli olaraq Əmir Teymur lazımdır. A doğru cavab deyil. Türk mənşəli sülaləyə mənsub olması. Hər ikisi Türk mənşəli sülalədir. Ona görə bu da ortaqdır. Panipat döyüşündə qalib gələn Babur Şahdır. Dehli Sultanlığı İbrahim Ludini məğlub eləyir. Əmir Teymura aid deyil. Bu, deməli, bizə Əmir Teymura aid olan lazımdır. Babura yox. C doğru deyil. Dehli Sultanlığını süqut etdirdi. Bu Babur Şaha aiddir. Yəni bizə Əmir Teymur lazımdır. Osmanlıları məğlub etdi. Bəli, doğru cavabımız budur. Çünki Osmanlıları 1402-ci ildə Ankara döyüşündə məhz demək ki, Teymur məğlub etdi. Ona görə doğru cavab burada E bəndidir. 14-cü sualda Qərbi Roma İmperiyasının mövcudluğu dövrünə uyğun gəlir. Qərbi Roma İmperiyası 395-ci ildə Qədim Roma İmperiyasının parçalanması nəticəsində yaranıbdır. 476-cı ilə qədər bu Qərbi Roma İmperiyası davam edəcək. Təbii ki, Şərqi Roma, yəni Bizansda 395-ci ildən 1453-cü ilə qədər davam edəcək. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması, deməli, Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması 510-cu ildədir. Bu, deməli, Qərbi Roma İmperiyasının mövcud olduğu dövrə düşmür. Dizrav döyüşü 371-ci ildə deməli olubdur. Dizrav döyüşü 371-ci ildə olub. 371 də Qədim Romaya aiddir. Qərbi Romaya aid deyil. Ona görə B olmaz. Sonra C bəndi. Alban hökmdarı 2-ci Vaçenin Haylandur Hunları ilə mübarizəyə aparması. Bu doğru cavab elə budur. Niyə görə? Çünki Alban hökmdarı 2-ci Vaçe 444-cü ildən 463-cü ilə qədər hakimiyyətdə olub. Onun dövründə Sasani Şahı Firuz tərəfindən Haylandur Hunları 2-ci Vaçenin üzərinə, Albaniya üzərinə hücuma göndərilir 462-ci ildə. Ona görə o da deməli Qərbi Roma İmperiyasının mövcudluğu dövrünə düşür.
Məzdəkilər hərəkatının başlanması 481-ci ildir. Bu düşmədi həmin dövrə. Atropatenanın Sasanilər tərəfindən işğal edilməsi, bu da bizim eranın 327-ci ilidir. Bu da düşmədi. Qısacası bizim doğru cavabımız C bəndidir. 15-ci sualda SSR-nin 2-ci Dünya Müharibəsi dövrü üçün səciyyəvi cəhətlərdən birini soruşur. İlk dəfə kolxozçulara pensiya tətbiq edilməsi bu SSR-nin 2-ci Dünya Müharibəsindən sonraki dövrünə aiddir. Əsasən Xruşovun hakimiyyəti dövründə 1900 təxminən 59-cu illərdə kolxozçulara da pensiya tətbiq edilməyə başlandı. Bu 2-ci Dünya Müharibəsi dövrü deyil. Bryan-Kellogg paktına SSR-nin qoşulması. Bryan-Kellogg paktı 1928-ci ildə təşkil olunub. SSR-i Bryan-Kellogga 1929-da daxil olub. Bu da 2-ci Dünya Müharibəsi dövrü deyil. Gürcüstandan Ahıska türklərinin deportasiya edilməsi bu doğrudur. Çünki 1943-cü ildən etibarən 44-cü ildə də hətta digər türk xalqları deportasiya olundu Sibirə və yaxud Qazaxstan çöllərinə. Ona görə 15-ci sualın C bəndi burada doğrudur. Molotov-Ribbentrop paktı 1939-cu ildə Almaniya ilə SSR arasında imzalanıb. Bu da 2-ci Dünya Müharibəsi dövrü deyil, ərəfəsidir. Çünki avqustda imzalanıb. Pul islahatının keçirilməsi də 2-ci Dünya Müharibəsindən sonraki dövrdür. 1947-ci ildə. Ona görə deməli E bəndi də olmaz. Çünki 1947-ci il Dünya Müharibəsindən sonraki dövrdür. 2-ci Dünya Müharibəsi 1939-cu ilin 1 sentyabrından 1945-ci ilin 2 sentyabrına qədər olan dövrü əhatə edir. 16. Sacilər dövlətinə aid olmayan xüsusiyyət. 8-ci əsrin sonlarında Azərbaycanın cənubunda müstəqil əmirlik kimi tanınması. Doğrudan da biz bilirik ki, xilafətdə türk sülalələri artıq, türk sərkərdələri hökmran olmağa başladı, farsların yerini tutdu. 8-ci əsrdən etibarən sacilərə, bu saz divdada iqta torpağı kimi onun xidmətləri əvəzində Bərdə və onun ətrafı verildi və bu dövrdən etibarən onlar artıq Azərbaycanda məskunlaşmağa başladılar. Bu zaman Bərdədə demək ki, məskunlaşan məziyyədilər öz iqamətgahlarını köçürdülər Gəncə şəhərinə. Bu proses belə davam edəcək. Burada doğru cavab A bəndidir. Paytaxtının Marağa şəhəri olması burada aid olmayanı soruşduğu üçün A bəndi oldu. Çünki hələ Sacilər dövləti mövcud deyildi. Sacilər dövləti, dövlət soruşur burada 898-ci ildən deməli 941-ci ilə qədər gedir. Paytaxtın Marağa şəhəri olması dövlətə aiddir. Ondan sonra 10-cu əsrin birinci yarısında süqut etməsi deməli 941-ci ildə aiddir. Dərbənd səddinin təmir edilməsi demək Azərbaycan torpaqlarının vahid dövlət şəklində birləşdirəndə Dərbənd və Şirvanşahlar da tabe edilir. Ona görə bu doğrudur. Şirvanşahlar dövlətinin tabe edilməsi dediyimiz kimi doğrudur. Yəni doğru olmayanı soruşursa burada A bəndidir. 17-ci sualda xronoloji ardıcıllıq tələb olunur. Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsi 2001-ci ildir. Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olması 1992-ci ilin 2 martıdır. Azərbaycan Respublikasının MDB-yə daxil olması 1993-cü ilin sentyabrıdır. Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına daxil olması 1991-ci ildir. Ona görə burada doğru cavabımız olacaq. Ən birinci deməli 4 gələcək. Ondan sonra 92 gəlir 4, 2, sonra 3 və 1. Doğru cavabımız 4, 2, 3, 1, yəni E bəndi olacaq. Uyğunluğun müəyyən edilməsi tələb olunur bu 18-ci sualda. Azərbaycanın Sasani imperiyasının tərkibində olduğu dövrə və Ərəb xilafətinin hakimiyyətdə olduğu dövrə. Deməli, Sasanilər dövründə Dastakert, deməli, doğrudan da var idi, irsən keçən torpaq mülkiyyət forması idi. Xüms ərəblər dövründə olduğu üçün bu olmaz.
Gecit Sasanilər dövründə olan demək can vergisi idi. Deməli doğru cavabımız bizim burada A 1-ə AC 1-ə AC-dir. Yəni 1 A ilə başlamayanları biz ixtisar edirik yenə bayaqki kimi və burada artıq C ilə D qaldı. 1 AC olmayanda C də gedəndən sonra avtomatik olaraq bizim doğru cavabımız alındı. Amma biz yenə də işə demək ki sağlam yanaşmaq üçün ikinciyə də baxırıq. Ərəb xilafətinin tərkibində olduğumuz dövrdə demək zəkat var idi, iqta da var idi. Uc isə Səlcuqlar dövründə olduğu üçün yox idi. Demək doğru cavabımız 1 AC, 2 AB düz tapmışıq. Qaraqoyunlu dövlətinin mövcudluğu dövrünə aiddir. Qaraqoyunlu dövləti 1410-cu ildən 1468-ci ilə qədər mövcud olubdur. Bizans imperiyasının süqutu, Bizans imperiyası Fatih Sultan Məhəmməd tərəfindən süquta uğradılır 1453-cü ildə. Bu da Qaraqoyunlu dövlətin mövcudluğu dövrünə düşür. Doğru cavabımız budur. Amma digər bəndləri də deyək. Atabəylər dövlətinin yaranması 1136-cı ildir. Qızıl Ordu dövlətinin yaranması 13-cü əsrin 40-cı illəridir. Səfəvilər dövlətinin meydana gəlməsi 1501-ci ildir. Şəki hakimliyinin müstəqilliğinə son qoyulması isə 1551-dir. Diqqət ediriksə, bunların heç biri Qaraqoyunlu dövlətinin mövcud olduğu dövrə uyğun gəlmir. 20-ci sualda Səfəvi dövlətin 17-ci əsrin ikinci yarısı tarixi soruşulur. Yəni 1651-dən deməli 1700-cü ilə qədər olan dövrü nəzərdən keçirəcək. Deməli, vəqf torpaq sahibliyinin ilk dəfə icarəyə verilməsi xeyr. Vəqf torpaqları Ərəb xilafəti dövründən də etibarən deməli icarəyə verilə bilərdi. Ona görə bu doğru deyil. Burada ilk məsələsi demək ki pozdu. B. Hərbi və mülki hakimiyyətin amilin əlində olması bu Ərəb xilafəti dövründədir. Amil Səfəvilər dövründə amil yox idi, belə bir məmur. Ona görə B olmaz. Tiyul torpaq sahibliyindən istifadə edilməsi bəli, 17-ci əsrdə ümumiyyətlə Səfəvi dövlətində soyurqaldan sonra tiyul torpağı tətbiq olunur. Hərbi xidmət əvəzində verilən torpaqdır. Bu torpaqlar irsən keçə bilməzdi, yalnız şahın icazəsi ilə keçə bilərdi. Bu doğru cavabımız C-dir. Amasya sülh müqaviləsinin bağlanması deməli, Amasya sülh müqaviləsinin bağlanması 1555-dir. 1555 də 17-ci əsrə düşmədiyi üçün götürmədik onsuz. Qəsr-i-Şirin müqaviləsinin bağlanması 1639-cu ildir. Bu müqavilə də yenə 17-ci əsrin birinci yarısına düşür, ikinci yarısına düşmür. 21-ci sualda uyğunluq gözlənilmişdir, onu soruşur. Alban qoşunlarına Padşah Kozis rəhbərlik edirdi. Bu gözlənilməyib burada. Niyə görə? Çünki Alban qoşunlarına Kozis rəhbərlik eləyir, amma o padşah deyildi. Padşah demək ki Oroyus idi. Atropatenada yerli pullar kəsilməyə başlanmışdır 3-cü əsrin birinci yarısında. Bu doğru deyil, çünki Atropatenada yerli pullar yox, yalnız İskəndərin adından kəsilən pullardan istifadə olunurdu. Yerli pullar məhz Albaniyada var idi, həm də İskəndərin adına kəsilən pullara oxşar pullarla birlikdə istifadə olunurdu. Deməli, C. Atropatenalılar Romalılara qalib gəlmişdir eramızdan əvvəl 1-ci əsrin 30-cu illərində. Bu doğrudur. Eramızdan əvvəl 36-cı ildə Fraspa döyüşündə Antoninin ordusu məğlub edilib geriyə çəkilməyə məcbur edilmişdir. Doğru cavabımız bizim burada budur. Gözlənilən variant budur. D. Yunan qoşunlarının Albaniyada olmasından xəbər verir Qobustan daş kitabəsi. Bu doğru deyil. Qobustan daş kitabəsi demək ki, İmperator Domisianın kiçik bir dəstəsinin Xəzər sahillərinə Qobustana gəlməsi orada Latın dilindən söhbət gedir. Orada Latın dilində yazı var. Ona görə bu doğru deyil. Eramızdan əvvəl 2-ci əsrdə Albaniyaya yürüş etmişdir Roma İmperatoru Adrian. Bu doğru deyil. Çünki Adrian həm eradan əvvəl yox, bizim eranın 2-ci əsrində yaşayıb. Deməli 117-ci ildən deməli 138-ci ilə qədər hakimiyyətdə olub. Həm də demək ki eramızdan əvvəl 2-ci əsrdə Roma
imperiya yox, respublika idi. Ona görə bu artıq doğru deyil. 22-ci sualda xronoloji ardıcıllığın düzülməsi tələb olunur. 1. ABŞ-də senatorların xalq tərəfindən seçilməsi haqqında Konstitusiya qanunu bu Woodrow Wilsonun hakimiyyət dövrüdür. 1913-cü ildə onun demək apardığı siyasətin nəticəsidir. Hal-hazırda artıq bizim yeni dərsliklərdə bu öz əksini tapmayıb. 2. Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsinin başa çatması 1865-ci ildir. 65-ci il homosexuallar haqqında qanun elə məhz vətəndaş müharibəsi dövründə 1862-ci ildə qəbul olundu. ABŞ-də Respublikaçılar Partiyası da 1954-cü ildə yaradıldı. Bu da yeni dərsliklərimizdə öz əksini tapmır. Demək, biz burada sıralamağa başlasaq, ən birinci olaraq deməli götürəcəyik 4-cünü, çünki 4 1954 gəlir. Ondan sonra gəlir deməli 3-cü 1862 gələcək. Sonra 1865 gələcək və nəhayət ən sonuncu 4 3 2 1. 4 3 2 1 görək hardadır? D bəndi. 23-cü suala diqqət eləyək. 23-cü suala. Eramızdan əvvəl 5-ci əsrin əvvəlləri qədim Romanın idarəçilik sistemini xarakterizə edirdi. 5-ci əsrin əvvəlləri Senat tərəfindən seçilən imperatorlar. Ümumiyyətlə bu imperator olmazdı. Bu pozdur, çünki eramızdan əvvəl 509-cu ildən eramızdan əvvəl 27-ci ilə qədərki dövr Romanın tarixində respublika tarixidir. Ona görə 1 olmaz. Müharibə zamanı konsulun ordu komandanı olması bu doğrudur. Çünki respublika dövründə konsul eramızdan əvvəl deməli 509-cu ildən etibarən seçilməyə başlayıbdır. 2 doğrudur. Sonra plebeylərin strateq seçmə hüququna malik olması bu doğru deyil. Çünki strateqlər Afinadaydı, Romada yox idi. Sonra 4. Plebeylərin tam hüquqlu vətəndaş kimi tanınması, bu plebeylərin tam hüquqlu vətəndaş kimi tanınması eramızdan əvvəl 3-cü əsr olduğu üçün bu da doğru deyil. Yəni 2 demək doğru idi, 3 doğru deyil, 4 doğru deyil. Ondan sonra tribunların konsulun plebeylərə aid göstərdiklərini ləğv etmə hüququna malik olması bu doğrudur. Çünki xalq tribunu seçilməyə başlayıb eramızdan əvvəl 400 deməli 90-cı ildən etibarən bu da ki 5-ci əsr olduğu üçün, 5-ci əsrin əvvəlləri olduğu üçün ona görə bizim burada doğru cavabımız 2 və 5-dir. 15-ci əsrdə inşa edilmiş memarlıq abidələri 24-cü sualda soruşulur. Şamaxı yaxınlığında Gülüstan qalası deməli 12-ci əsr Şirvan memarlığına aid olan Şirvan memarlıq məktəbinə aid olan qaladır. Şamaxı yaxınlığındadır. 12-ci əsrə aiddir. Şirvanşahlar saray kompleksi daha sonra da 14-15-ci əsrlərə demək aiddir. Təbrizdə Həşbehişt 1465-ci, daha doğrusu 1483-cü ildə aiddir. Sultan Yaqub tərəfindən Təbrizdə inşa edilmiş böyük bir kompleksdir. Şəkidə Xan Sarayı 1763-cü ilə aiddir. Ona görə deməli 15-ci əsrdə inşa edilmiş kompleksləri, memarlıq abidələrini biz götürsək, deməli Şirvanşahlar götürə bilərik. 15-ci əsrə aiddir bu. 15-ci əsrə aid olduğu üçün bir də Təbrizdə Həşbehiştdə 14-cü əsr. Doğru cavabımız bizim burada 2-3-dür. 25-ci sual. Ağqoyunlu və Səfəvi dövlətlərinə aid ümumi cəhət. Bütün Azərbaycan torpaqlarını əhatə etmələri. Ağqoyunlu dövləti bütün Azərbaycan torpaqlarını əhatə edə bilmədi. Mərkəzləşməmiş dövlət idi. Səfəvi dövlətinə aiddir. Bu ümumi cəhət deyil. Ona görə 1 olmaz. Paytaxtlarının Təbriz şəhəri olması, bəli, Ağqoyunlu dövlətinin paytaxtı yalnızca Təbriz olub.
Səfəvi dövlətinin paytaxtı 1501-dən 1555-ci ilə qədər Təbriz olub. Ona görə biz 2-ni ortaq ümumi cəhət kimi götürə bilərik. Tiyul torpaqlarının paylanmasının geniş yayılması Ağqoyunlularda soyurqal idi. Tiyul torpaqları deməli Səfəvilərdə idi. Ona görə bu da ortaq deyil. Sonra Osmanlı dövləti ilə müharibələrin aparması bu da ortaqdır. Deməli 2-4 bizim doğru cavabımızdır. 26-cı sual. Yenə xronoloji ardıcılıqdır. Kiçik Qaynarca müqaviləsinin imzalanması Osmanlı-Rusiya arasında 1768-1774-cü illəri əhatə edən müharibənin nəticəsində imzalanmış müqavilədir. Şimal müharibəsinin başlanması, bu Şimal müharibəsi 1700-cü ildə Rusiya tərəfindən İsveçə qarşı müharibədə baş verib, 1700-cü ildə olub. Üçüncü, Avropanı Asiya ilə birləşdirən şəhərin Osmanlı dövlətinin əlinə keçməsi, yəni Konstantinopolun fəth olunması 1453-cü ildə. Bolqarıstanın Osmanlı qoşunları tərəfindən fəth edilməsi Niqbolu döyüşündən sonra 1396-dır. İndi biz burada sıralasaq, ən birinci deməli 4 gələcək, ardınca deməli 3 gəlir, ondan sonra 2 və 1. Doğru cavabımız 4, 3, 2, 1'dir. 27-ci sualda uyğunluğu müəyyən edilməsi tələbi qoyulub. Rəşd müqaviləsi Rusiya ilə Səfəvilər arasında imzalanıb 1732-ci ilin yanvarında. Deməli, Kirmanşah müqaviləsi də Osmanlı ilə Səfəvi arasında imzalanıb 1732-ci ildə. Birinci Kirmanşah imzalanıb, sonra Rəşd müqaviləsi. Demək, Səfəvilərlə Osmanlı dövləti arasında imzalanan müqavilə, deməli, imzalanan müqavilə Kirmanşah müqaviləsidir. Ona görə, deməli, A bəndi aiddir, demək ki, Kirmanşah müqaviləsinə. Osmanlıların Kür çayından cənubdakı Xəzər yanı vilayətləri buraxılmamasının razılaşdırılması bu Rəşd müqaviləsinə aiddir. Ondan sonra Araz çayının Səfəvi Osmanlı arasında sərhəddə çevrilməsi bu Kirmanşah demək ki, müqaviləsinə aiddir. 18-ci əsrin 30-cu illərinin ortalarında imzalanması. Ortaları deyəndə biz 1734, 35, 36-nı götürə bilərik. Bu birinci yarısı olduğu üçün D heç birinə aid deyil. Azərbaycan ipəyinin Avropaya satma hüququnun Rusiyanın hesabına demək ki, verilməsi bu da bu dövrə uyğun deyil. Çünki bu 1667-ci il ticarət müqaviləsinə aiddir. Bu da doğru deyil. Ona görə bizim doğru cavabımız artıq 1-ə getdi. Deməli 1-ə olacaq B bəndi, 2-yə də olmalıdır artıq A, bir də C bəndi. Doğru cavabımız əsasən 27-də bu oldu. 28, 29 və 30-cu sualları əhatə edən deməli situasiya sualının mətni verilib burada mənbədən. Kilsə reformasiyası 16-cı əsrdə Katolik kilsəsində ortaya çıxan və bir əsr boyunca bütün Avropaya təsir edən dini hərəkatdır. Bu hərəkat Katolik kilsəsinin varlanması və mənəvi aşınmaya məruz qalması ilə bağlı ilk dəfə Almaniyada ortaya çıxmış. Fransa, İngiltərə və Şimali Amerika Avropa ölkələrinə də öz təsirini göstərmişdir. Reformasiya xristianlığı ilkin formasına qaytarmaq məqsədi güdürdü. Ona görə də Papa və rahiblər həqiqi xristianlıqdan uzaqlaşmışdılar. Bunun nəticəsində kilsəyə qarşı üsyanlar başladı. Katolik kilsəsinin nüfuzuna zərbə vuran bu hərəkatın gedişində Martin Luther, Jean Calvin və başqaları mühüm rol oynadılar. Bu mənbədən tarixi biliklərinizə əsasən Martin Lutherin Roma papasına qarşı istifadə etdiyi mübarizə. Biz bilirik ki, Martin Luther din xadimi idi, həm də ilahiyyatçı professor idi. O öz tələbələrinlə kilsə əleyhinə mübarizəyə başlamış olsa da, hətta 95 tezisini yazıb kilsə divarlarına asmaqla, qapısını asmaqla göstərirdi ki, o daha çox mübarizədə dinc yolu, demək ki, mötədil yolu tuturdu. Yəni,
birbaşa üsyanların baş verməsini istəmirdi. Ona görə burada mübarizə üstünlüyü soruşulursa, burada əsasən sülh yolu ilə islahatlar olmalı idi və yaxud islahatlar keçirmək dinc yolu ilə məzmunu özündə əks etdirən cavabları biz doğru götürə bilərik. 29-cu sualda tarixi biliklərinizə əsasən reformasiya hərəkatının Almaniyada başlanmasının səbəbini yazın. Bilirik ki, Avropa ölkələrinin bəziləri İspaniya daxil olmaqla Fransa və İngiltərə artıq vahid dövlət idi, vahid mərkəzləşmiş dövlətə çevrilmişdi. Almaniya isə vahid dövlət deyildi, dağınıq haldaydı, feodal dağınlığı hökm sürürdü. Ona görə də Katolik kilsəsi həmişə feodal dağınlığı hökm sürən ölkələrdə ağalıq eləyir. Bayquş xarabalığı sevdiyi üçün Roma papası da daim demək vahid dövlətin olmadığı, ayrı seçkilərin mövcud olduğu, hakimiyyət uğrunda mübarizənin genişləndiyi bir ərazini sevirdi. Ona görə 29-cu sualın cavabı ən uyğun cavab bu olmalı idi. Vahid dövlətin olmaması, feodal dağınlığın hökm sürməsi. 30-cu sual. Mənbə və tarixi biliklərinizə əsasən kilsə reformasiyasının iki nəticəsini müəyyən edərək yazın. Deməli, Avropada reformasiya nəticəsində Katolik kilsəsi kəskin şəkildə öz qüdrətini itirdi. Papanın və kilsənin nüfuzuna çox böyük zərbə dəydi. Katolik kilsəsinin parçalanması nəticəsində yeni kilsələr yarandı. Yəni, bu kilsələr protestan kilsələri deyə bilərik. Məsələn, Almaniyada Lüteran kilsəsi, Niderlandda və Fransada Kalvin kilsəsi, Jean Calvin adı ilə bağlı idi. Roma papası öz nüfuzunu demək itirdi, özünün gəlirlərini itirdi. Bunları da biz artıq səbəb kimi, daha doğrusu nəticə kimi deyə bilərik. Bu qədər.